Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Salam, əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Bu günlər mən Məbəs günü əməlləri və gecəsinin əməlləri haqqında inşallah məlumat verəcəm. Bildiyiniz kimi Rəcəb ayının 26-sından 27-sinə keçən gecə Məbəs gecəsi adlanır və bu gecənin və gününün özünə məxsus əməlləri vardır. Amma əvvəlcə mən istəyərdim ki, Məbəs sözünün yəni məbəs nədir, beysət nədir, bu haqqda məlumat verəm. Beysət lüğəvi mənada qaldırmaq, yüksəlmək mənasındadır. Terminoloji olaraq isə bir insanın, Allah Taala tərəfindən bir insanın digər insanları hidayət üçün göndərilməsinə beysət deyilər. Bəli, mübarək günlərdir əziz dostlar və bu günün özünə xas və özünə məxsus əməlləri vardır. Biz bildiyimiz kimi Həzrəti Peyğəmbərimiz haqqında hələ keçmiş peyğəmbərlər də özləri öz kitablarında, Tövratda və İncildə məlumat verilmişdir və həmçinin İsa Peyğəmbər İsa aleyhissalam Tövratı təsdiqlədiyi kimi Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin gəlişi barəsində də xəbər vermişdir. Təbii ki, bunlar hamısı bir müqəddimədir ki, mən bu müqəddimələri sizin diqqətinizə çatdırıram. İqbal kitabında qeyd olunur ki, Muhammed İbn Ət Tərazi öz kitabında İmam Cavaddan belə buyurduğunu nəql edir. Rəcəb ayının bir gecəsi vardır ki, bu gecə insanlar üçün günəşin saçdığı hər şeydən daha xeyirlidir. Bu, Rəcəbin 27-ci gecəsidir və bu gecənin sübhündə Rasulullah Peyğəmbərliyə seçildi. Bizim şiələrimizdən hər kim bu gecədə bir neçə əməli yerinə yetirsə, 60 ilin əməlinin savabını qazanar. Təbii ki, bu gecənin özünə xas namazı var ki, inşallah mən onu qeyd edəcəm. 60 ilin savabını qazanar. Və mən istəyərdim ki, bu gecə haqqında məlumat verəm, bu gecənin əməlləri haqqında və sonra inşallah davamını sizə də qeyd edəcəm. Təbii ki, bu gecə müstəhəbdir ki, Məbəs gecəsinin qüsulunu edirəm qurbətən ilallah və qüsul etmək müstəhəbdir və şam və işa namazlarından sonra buyururlar ki, işa namazı yəni qılındıqdan sonra gecənin bir hissəsində bir namaz vardır ki, bu namaz 12 rükətdən ibarətdir. Yəni 2 rükət qılınmaq şərti ilə 12 rükətdən ibarətdir. Sübh namazı kimi 6 dəfə 2 rükət qılınacaq. Yəni 6 dəfə 2 rükətli namaz qılınacaq. Ümumilikdə 12 rükətdən ibarət olacaq. Yaxşı, bu namaz necə qılınar? Bu namazın qılınma qaydası eynən bu namaz sübh namazı kimi qılınır. Yəni hər rükətdə həmddən sonra geniş və yaxud da qısa surələrdən hər hansısa birini oxumaq olar. Təbii ki, bu namaz qılındıqdan sonra, 12 rükət namazı qılıb qurtardıqdan sonra həmd, Nas, Fərəq, Qul huvallah, Qul əyyuhəl kafirun, İnnə ənzəlna Qədir surəsi və Ayət-ül Kürsünü hər birini 7 dəfə oxu və daha sonra aşağıda qeyd etdiyim, yəni videonun altında qeyd etdiyim duanı oxumaq müstəhəbdir. Və bundan sonra bu namazı qıldıqdan sonra bu gecənin əməllərindən biri də Həzrəti Peyğəmbərə, Həzrəti Əmir əl-Müminin və Həzrəti Peyğəmbəri ziyarət etməkdir. Yəni ziyarətnamələrini oxumaq olar. Çoxlu Peyğəmbərə salavat göndərmək, Quran oxumaq bu gecənin əməllərindəndir. Bəli, əziz dostlar, Məbəs gününün əməllərinə gəldikdə isə bu günün əməllərində yenə də Məbəs gününün qüsulunu edirəm, qurbətən ilallah, bu günün qüsulunu edirsiniz və bundan sonra oruç tutmaq bu gecə, yəni bu günün orucu 70 ilin orucuna bərabərdir. Təbii ki, qəza orucu olanlar qəza niyyəti ilə də oruç tuta bilərlər. Amma qəza olmayanlar elə müstəhəbbi oruc niyyəti ilə də orucdan tuta bilərlər. Çoxlu Peyğəmbərə salavat göndərmək və Həzrəti Peyğəmbər və Əmir əl-Mümini ziyarət etmək. Və bu gün əməllərindən biri də İqbal kitabında qeyd edilən namazı qılmaqdır. Bu namaz zöhr namazından qabaq qılınır və 12 rükətdən ibarətdir. Hər rükətdə həmddən sonra bacardığın bir surəni oxu. Hər 2 rükət namazından sonra isə bu duanı oxumaq lazımdır ki, aşağıda qeyd etmişəm. Yenə də bu namaz 12 rükətli namaz sübh namazı kimi qılınacaq. 2 rükət qılınacaq, yəni 6 dəfə qılınır, 2 rükətli. Və bu namazı qılıb qurtardıqdan sonra yenə də həmd, Qul huvallah, Qul əyyuhəl kafirun, Nas, Fələq, Qədir surələrdir və Ayət-ül Kürsünün hər birini 7 dəfə oxu və daha sonra 7 dəfə aşağıda olan zikri La ilahə illallah və Allahu əkbər və subhanallah və la havlə və la quvvətə illa billah
və sonra 7 dəfə Allahu Rabbi la uşriku bihi şey'ən, sonra bu duanı deyirsiniz və daha sonra isə bu duanı dedikdən sonra bir duada bunu deyirsiniz ki la uşriku bi rabbi ahadan, bunu da 7 dəfə deyə bilərsiniz və sonra isə uca Allahdan nə istəsəz diləyib istəyə bilərsiniz və bu qədər. Yəni bu da günün əməlləri. İnşallah Allah qəbul etsin. Bizim üçün də dua edərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.